bugün çox gözəl oyun keçirdik. 3-1 qalib gəldik və bürünc medalı əldə elədik. Komandamı çox təbrik edirəm və məşqçilərimə də həmçinin təşəkkürümü bildirirəm. Rəqibimə də təşəkkürlər. İkinci set çox gərgin keçdi, amma yenə də biz əldə elədik qalibiyyəti. Qədər. Salam, biz bugün Azərel ilə final uğrunda mübarizə apardıq. Nə qədər uduzsaq da digər komandanı və öz komandamı təbrik edirəm, öz komandamı qürur duyuram. Biz noyabr ayından bəri yarışırıq. Təəssüf ki, burada uduzduq, ancaq gələcək vaxtlarda komandama uğurlar arzulayırıq. Salam, biz bugün final oyun keçirdik. Zəngəzur komanda qarşılaşdıq. Biz çox heyecanlı oyun idi. Zəngəzur komandaya təbrik edirəm. 3-0 qarşılaşdıq oyun və bizim qızlarımız təbrik edirəm. Biz bugün Embalut komandası olaraq Oğuz RVK ilə 3-cü yer uğrunda oyun oynadıq. Oyunumuz çox böyük templə gedirdi, çox maraqlı idi. Qarşılamalar, hücumlar hamısı bir-birinə ardıca gəlirdi. Birinci set udmamıza baxmayaraq sonradan uduzduq, amma ki oyunu sonradan çevirdik. Öz bütün komandamı ürəkdən təbrik edirəm. İnşallah növbəti illərdə çempion olarıq. Bugün biz Azərbaycan finalında qalib gəldik və komandama və bizi dəstəkləyən hər kəsə təşəkkürümü bildirik. 2-0 uduzayaq, ondan sonra komanda motivasiyonu artıraraq gəlib sonunda çempion oldu və biz bu üçün çox sevincliyik. Keçən ilsə biz bunu bacaramamışıq, ikinci yer olmuşduq və bu ilsə çalışdıq, birinci yer olduq. Mən sevincliyəm birinci yer olmuş və bizi dəstəkləyən hər kəsə təşəkkürlər.